Assalamu alaikum dostlar, yaxşımısınızlar, mən Sümeyyə. Bugün sizə ədəbiyyat kitabından Türkçə kitap oxuyub verəm. Bugün sizə Kekliklər deyən hekayəni oxuyub verəm. Kekliklər. Var ikən, yox ikən. Aç ikən, tox ikən. Ötken zamanda Ağ Tağının aldıda, Qara Tağının keynində bir top keklik bolan ikən. Bunlarla pek inək yaşaydı ikən. Daim özlərinin xeyri başlıqlarını məslihəti bilən iş qılıb barıdı ikən. Günlərdən günlər, aylardan aylar ötübdü. Xeyri başlıq bir günü həmmə kekliklərini ətrafa yığıb onlara şundaq nəsihət qapdı. Bilirim, biz hazır qoçaybək yaxşı yaşab gəldik. Biz birimizin məslihəti bilən iş qılıb bardıq. Mənə görüb durubsizlər. Bizim arımızğa tamışı küngüçə, uruş talaş yaki zəncib adavət saxlab digər nərsilər görülmedi. Həm deminin iki bütüb körgən sanlı gilaqdı. Burada ödülüb gidib qalsam, silərgə küçük cinə vəsiyyətim edib qoyay. Birinci vəsiyyətim, daim şundaq yaşanlar, uruşmanlar, başqalarını məsələhi bilən iş elib verənlər. İkinci vəsiyyətim, heç qandaq topdan ayrılmalar, yalnız yaşamanlar. Ən axırı vəsiyyətim, başı körgən tağının arxasına ötməklər. Əgər bək ötkünlər kilib kəssə, həm bunlar billə ötünlər. Dəb qeyri başlıq sözünü anlab kekliklər. Hadi çapalım ada. Digenlerimizce hem birce kültürümüz depti. Aradın köp ötmeyi qeyri keklik alemden ötübdü. Ular özlerinin yeni başlıqını məslihəti bilən burunqudun yaxşı gün keçiribdi. Bir günü çüş məzgili bilən həmmə keklik ovadan qayıtqanda aradan biri ayrılıb qapdı. Bu köp vakitlardan beri şundaq aylardikən. Nə üçün atımız bizni Tanrı o qıtığa ötmanlar deydi? Bu şundaq bir gəp var. Gözünü barda şəhər kör, şişini barda göşyə dəbdikən. Təvəkkül qılıb bir ötüb baxayımı digən arzusu qıldikən. Bugün şu arzusu üçün rası obdan bir beyt çoğulubdu. Qoşal bulub qən qıdığa patmay, qara tağa qarab uçubdu. Uçubdu, az uçubdu, köp uçubdu. Ağır qara tağa yetib biribdi. Şundaq qırğıdək bolsa, həmmə yaxşı pişir. Sular şarqırab yetib turan, bugün körgən keklik. Atımız bizden bu yerine qızğınıb, şu qızıl taşlıq yiyəsiz tağda ölüb getsin, dəb oylab dikən də. Dəb iç-içidən tit olub gedibdi. Şundaq uçub gedib barsa, bir yerdə bir uçum qopaq çiçilib turğan ikən. Kekliklərinin nəfsi taqıldab, şu qonaqqa özünü itibdi də şu çağda ügət qalğan uçi qolu deyib silkinib gidibdi. Uçup şunda peşini
Kötürсүлөр bir keklik kıltakı konakni yavatkan iken. Uçi derru ipni tartkan iken keklik iki lafıtı kıltakka düşüp kaptım. Şu vakitte hilki tağdı keklikler çağrıdışıp aldırıptı. Bir sanap kerişipti. Kargotek bolsa bir keklik yok. Ahır ular şu keklikni izlep üçün bir keklikni evetiptim. Ama burunki keklik uçkan yollardan uçup kelivetip, şunda kargotek bolsa hilki keklik Poke'nin yerge yakıp yatgıdık. Aldıda konaklar çiçilip duruptu. Bunu izlep kelgen keklik. Bu qarsaqlarni toyğu su vitip uçalmaya qaptı da dep oylap keklikni qışığa uçup tinchlik mı soraşmay çiçilip ketken konaklarını terip yiyişke başlaptı. Bunu görgen Uçi yana birini tuttum. Dep koşal bolup kıltakni bir tartıp diken onu kutumu kıltakka elinip kaptı. Uçi ikkini bergen huda uçimu birer ipni yana tutup öldürüptü. Bu iki keklik özünü o yak bu yaka taşlap bir kaptı. Tahtın hiç kurtulamadım. Gün asta oturuşa başladı. İkiler keklikler haber anlamayan keklikler ahır bularını tipiş koyuğa düşüptü ve hem kıyri acısını vasiyeti yadığa kaldırıp birlikte asmağa götürüldü. Bunlar uçup kitip bir kargodik bolsa, ikiler keklik damlap turgan. Bir az peslep yine bir sinçler karap diken, ular ne putu kıltaklar uçuklar körünüptü. Bu bir top keklikini körgen ovcuya kın patma yürekleri dübüldek kitipti. Kayri başlı kayışı çağda. Bular kulakta düşüp kaptı. Hemimiz bir yolla özümüzü kıltakka ataylı. Bularını kıltakları bilen götürüp çıkaylı deptim. Digendik hemisi gürüldep kilip kıltakka özünü uruptu. Kıltakni iki keklik bile çişlep asmağa götürüp çıkıp hazırdın ki keklikler özlerini makanlarına yetip kilip onlarını postlardaki yiplerini çişleri bilen kıyıp üzüptü ve kalan ömrünü hemisi birlikte hatarsız inak götürüptü. Makal temsilleri ayrılganlı eyik yer, bölüngenli böre yer. Birleşken uğrar, birleşmeyen tozar. Haş.